Atamın atası, anası İrandan revolyusiya vaxtı köçmüşlər Bakıya. Yəni heç mən sözünüzü o qədər bizi adamım ki, heç qışın gəlib getməyini hiss eləmirəm. O qədər vaxtım olmur pəncərədən qırağa baxım ki, nə var, nə baş verir pəncərənin o tərəfində. Harda qızlar görürdüm, sən yadıma düşürdün, ağlayırdın, sən elə Hindistan qızlarına oxşayırsan. Onlar həyat yoldaşıma cavab verir. Hə, sən gedir cavab ver. Sorry. Həmişə məni Hindistan qızlarına oxşadırdı. Elə oldu ki, mən özüm elə Hindistan ailəsinə düşdüm. Yarı Hindistan, yəni Amerikanlı. Nə qədər pullar qazanıldı, nə qədər sponsor gəldi. Amma aparıcıların maaşı qalxdı, yox. Nə var, mən efirə yupka giymişdim, ətək. 50% maaşından kəsdilər. $300 nəyini siz yarısını kəsirsiniz? Yəni, yenə də deyirəm, ətək yemək olmazdı ki, efirə, balına. Mənə gözünü vermirdilər. Güya mən oğlanım. Sənə deyim, məni tədbirlərə çox adam çağırırdı. Çağırırdılar, deyirdim, yaxşı gələrəm. 2 gün qalmış deyirlər ki, biz başqa adamı çağırdıq. Ayağımın altını o qədər qazıyırdılar.